xalq yaradıcılığı. Bulaq. Hər vaxtınız xeyir olsun, əziz bulaq başına yığışanlar. 7 gün, 7 gecənin tamamında yenə bulaq dədənin sazı ilə, sözü ilə qulluğunuzdayıq. Haqq dadınıza çatsın inşallah. Yaylaq havasından xumarlananlar, çoban bayatısından məst olanlar, aranda dağ yolu, dağda aran yolu gözləyənlər, ağzı dualı, əli bərəkətli ağ bir şey nənələr, üzündən sözündən nur yağan ağsaqqal babalar, xoş gördük hər birinizi. Həmişə gümrah olasınız. Amin. Amin. Stəkilər, qızıldan qiymətli vaxtınızdan ayırıb, bizi dinləməyə macal tapırsınızsa, deməli bulaq dədənin hələ canı suludur, ürəyi doludur, sözü kəsərlidir, niyyəti xeyir duası keçərlidir. Niyyətiniz başa varsın. Amin. Həmişəki kimi bu dəfə də qapınızı alqışla döydük. Alqışla döyülən qapılar tez açılar, ruzi bərəkəti bol olar, üzünüzə xeyirli qapılar açılsın. Başınız dost düşmən arasında uca olsun, canınıza qada bala dəyməsin. Kimin xurcununda, heybəsində nə var, özü bilər. Bizim yükümüz əzəllə sözdür. Özü də elə belə söz yox ha. Bacardığımız qədər seçib sonalayan, durna qatarı kimi sıralanan, həm də ürəkdə artlanıb, ağızda bişən söz. Sözünüz bal datsın. Amin. Söz var dağa qaldırar, söz də var dağdan endirər. Bizimki dağlara, ucalara qaldırandır. Sözün birini qoyub o birinə geçsək də mətləbdən uzaq düşmərik. Mətləbinizə çatasız inşallah. Boğçamızda bir durna qatarı bayatı var. Elə bu bayatılarla da bu axşamki yığınağımızı gülləndirək, kədəri, qəmi içimizdən qovaq. Sevincə, şadlıqla köklənək. Ömrünüzə şad günlər nəsib olsun. Ağır dağlar əndərim, üzüm bəri döndərim. Haçan bir hə deyərsən, elçiləri göndərim. Ağlaram, ağlar kimi, dərdim var dağlar kimi, xəzəl olub tökürləm, yerlərə bağlar kimi. Ağlayarlar, gülərlər, göz yaşını silərlər, keçən günün qədrini gələn gündə bilərlər. Bu fələyin bəxti kəm, uğuru kəm, bəxti kəm. Fələyə neynəmişdim, fələk mənə baxdı kəm. Almanı atan bilər, şaftalı satan bilər, gözəl yarın qədrini bir cavan oğlan bilər. Aşıq gecədən gedər,
Karvan gecədən gedər. Gecə uzun, həmdəm yox. Zəhləm gecədən gedər. Peşt altında dələmə, qaşım bənzər qələmə. Mən səni gizli sevdim, niyə yaydın aləmə? Səs-küylü, bol bərəkətli Qarabağın qaynar həyatını əlbəttə Bulaq dədə bir səfərə sığdıra bilməzdi. Amma bir səfərin də bilgiləri adama çox mətləblər qandırır. Yurtlar sahmana salınır, torpağın kefi durulur, köksü yenəlir. Qorxunc, vahiməli silah səsləri, barıt qoxusu cəhənnəmə vasil olur. Qarabağın əvvəlki halına, şenliyinə qaytarılması, vaxtı ilə gördüyümüz o qaynar, o coşqun kənd həyatının təzədən axarına düşməsi vaxt aparandı. Qol çırmayıb işə girişən, yurdum, elim, obam deyib, daşı daş üstə qoyan ərən oğullarımız var olsun. Amin. Amin. Əsas odur ki, işlər gedir. Qoyun, quzu, malqara örüşə, arılar çiçəklərə, quşlar budaqlara qayıdır. Çoban tütəyini heybəsindən çıxarıb, üzünü dağlara tutub haray çəkir, fəryad qoparır. Qoyun, quzu tütəyin adamı valeh eləyən sehirli səs altında yaylaqlara qalxır. Elin obanın bərəkətini özünə qaytarır. Şükürlər olsun ki, Laçın, Kəlbəcər yaylaları adama gəl-gəl deyir. İstəklilər, elədirsə, sözümüzün bu yerində Qarabağa uğurlar diləyək və görə tütəyin sehirli səsi nələrdən xəbər verir, bizi haralara aparır. Tütək çalmaq həm də dağlarla, çöllərlə, dərələrlə salamlaşmaqdır. Onlarla üzbəsurət danışmaqdır, dərdləşməkdir. Qoyun quzuların harda dırnağı dəyən yer varsa, orada tütək səsi var. Dağlar tütəyin dilini biləndi. Elə tütəyin dağlarda yaratdığı əks-səda da sıradan bir səs deyil. Dağların çobanla deyişməsidir. Bəli. Bu arada qoyun quzuların da tütəyin səsinə səs verməsi, səsin səsə qarışması özü də bir ayrı aləmdir, sehirdir. Şübhə yox ki, Tanrının da eşitdiyi həmin o adamı yerindən oynadan səs həm də bərəkət himnidir. Dədə babadan günümüzə çatan qoyunçuluğun bərəkət himni. Qoyunsuz, quzusuz dağ elə adamın sinəsinə çəkilən dağ kimidir. Aysa olmuş. Mələrtisi dağlara, düzlərə yayılsın. Damazlığı kəsilməsin. Amin. Tütək səsi həm də çöl adamlarının ruhuna, inamına, ümidinə qol-qanad verəndir. Biri beş eləmək həvəsini artırandır. Tanrı ilə bəndələr arasındakı könül boşluğunu doldurandır. Bilənlər bilir ki, tütək səsi dünyada ən sehirli səslərdən biridir. Qoyun quzu o səsə mehirləniblər, o səsə öyrəşiblər. Dədə babadan üzü bəri işini bilən çobanlar sürünü çomaqdan çox tütəklə yola verib. Elə indi də belədir. Sapa düzülmüş muncuq kimi dağılıb, sürüdən pərən-pərən düşüb özgə sürülərə qarışan qoyun quzular tütək səsini eşidən kimi bir anlığa dayanıb qulaqlarını şəkləyər, səs gələn tərəfə yönələrlər.
De onda, çöldə, dağda, dərədə hara gəldi baş alıb gedən sürünü nə ilə qaytarmaq olar? Əlbəttə ki, tütəklə. Belə yerdə sürünü qurddan, oğrudan qoruyan çobanın etibarlı köməkçisi, qurd basan itlər də tütək səsi eşidəndə başını uzadıb, qabaq ayaqlarının üstünə qoyar, gözlərini tütəyə zilləyər, məmnunluq duyarlar. Səylilər, sözün birini qoyub o birinə gedirik ki, söhbətimiz sizi yormasın. Bu arada gəlin bir gülməcə eşidək. Sonra tütəklə bağlı maraqlı əfsanəmiz var. Molla bir gün toy məclisinə köhnə, yamaqlı, gündəlik paltarında gedir. Heç kim ona məhəl qoymur. Yuxarı başa keçirmir, bir stəkan çay da təklif eləyən olmur. Molla bu münasibətdən inciyir. Tələsə evə qayıdır. Sandıqdan ən bahalı kürkünü çıxarıb geyinir. Təzədən məclisə gəlir. Bu dəfə hamı ayağa qalxır, təzim eləyir. Buyurun Molla əmi, gəlin başda oturun. Molla süfrəyə oturub, pulovun yağını kürkünün ətəyinə, qollarına sürtüb, bəkdən deyir. Ye kürküm, ye. Bu hörmət mənə yox, sənədir. Məclisdəkilər təəccüblə soruşur. Ay Molla, bu nə deməkdir? Niyə kürkə yemək verirsən? Molla cavabında deyir. Bayaq gələndə içindəki mən idim. Amma mənə bir tikə çörək verən olmadı. İndi hörmət kürkümədirsə, qoy elə yeməyi də o yesin. Səylilər, belə söyləyirlər ki, qədim vaxtlarda yayın cırhacırında yer-yurt tamam yanıb, susuzluqdan cadar olurmuş. Belə bir gündə bir çoban sürünü kölgəliyə verib tütək çalırmış ki, bəlkə başı qarışa, susuzluğu yaddan çıxa. Amma ciyəri yanan çobana tütəyin sehirli səsi də kömək eləmir. Yazığın dodaqları suya təşnə torpaq kimi cadar olur. Başlayır yolu əlinə alıb, dağı dörd dolanmağa. Hara baxırsa bulaqları, çayları qurumuş görür. Axırda göylərə əl açıb deyir. Ey Allah, susuzluqdan tabım qalmayıb. Burada bir bulaq yarat, doyunca su içək, sənə qurban kəsəcəm, dua oxuyacam. Çobanın ağzından söz bitməmiş, dağ yarılır. Durna gözlü bir bulaq peyda olur. Çoban buz kimi sudan ovuclayıb içir. Sürünü də sulayıb rahatlaşır. Sonra göylərə üst tutub deyir. Ey Allah, su için çox sağ ol. Ancaq qoyunların öz sahibi var. Mənim deyil ki, götürüm qurban kəsim. Özüm də günün istisindən bərk yorulmuşam. Tütək çalıb tərifini edə bilmərəm. Molla da deyiləm ki, sənə dua oxuyam. Bir də nə üzünü görmüşəm, nə də səsini eşitmişəm. Heç yerini də bilmirəm. Qoy səni kim görübsə, o da qurban kəssin, dua oxusun. Çoban sözünü tamam eləyər eləməz, qəfildən gürültü qopur. Bulaqdan ötürü yarılmış dağ təzədən birləşir. Bulaq da bu dağın arasında yoxa çıxır. Onun yerindən od püskürür. Od qoyunları yandırıb külə döndərir. Çobanın əlindəki çomaq, ağzındakı tütək daşa dönüb qayaya çevrilir. Vay. Deyirlər o gündən bu qaya tütək qaya adlanıb. Odur budur, gecə gündüz tütək qayanın iniltisi kəsilmir ki, kəsilmir. Görürsən.
Hə, əziz eşidənlər, rəvayətin birində deyilir ki, qədim zamanlarda dağda aşıb kəsən, vurub yıxan bir bəy yaşayıb. Bəyin çoxlu sürüsü, nökərləri, çobanı olur. Çobanlardan biri özü sözü doğru bir igidmiş. Həm də bəyin qızına vurulubmuş. bir gün igid sirrini anasına açıb, onu bəy ilə elçiliyə göndərir. Arvad qorxa-qorxa bəyin yanına gəlir. Bəy görür qız da çobana aşiqdir. Razı olur. Ancaq bir şərt qoyur. Deyir ki, qoy oğlun sürüyə bir gün su verməsin, ertəsi gün sulağa aparsın. Sürü suya yaxınlaşanda tütəyi elə çalsın ki, sürü su içməsin. Çoban bəyin şərtini qəbul edir. Birinci gün sürünü susuz saxlayır. İkinci gün sulağa aparır. Sürü suya tərəf yönələndə tütəyini çıxarır. Elə yanıqlı çalır ki, sürü dayanır. Ancaq bir qara qoyun özünü suya atır. Doyunca içir. İşi belə görən bəy qızı vermir. Çoban bəyə yalvarır ki, qoy bəxtimi bir də sınayım. Bəy razı olur. Yenə qara qoyun sudan içir. Üçüncü dəfə çoban elə bir hava çalır ki, dağdaş da qan ağlayır. Bu dəfə qara qoyun da dayanır, su içmir. Digəl, bu səfər də bəy cığallayır. Yox ki, yox deyir. Çoban möhkəm hislənir. Anamı assalar da bu qızı almaram deyə and içib o gedən gedir. Elə o vaxtdan bu hadisə Şahid dağın adı Anamas qalır. İstəylilər, biraz da tütəyin keçmişindən danışaq. Görək bu səs necə yaranıb. Bəlkə elə illərlə qəriblikdə qalan, yurtdan yuvadan yana göynəyən adam səsidir. Yoxsa əfsanələrdə daşa, qayaya dönən nakamların zümzüməsidir. Kim bilir? Ya da hardansa qeybdən gələn naməlum səsdir. Nə bilmək olar? İnsanlar ta qədimdən qarğı, qamış, sümük, ağac, saxsı, yaxud metaldan nəfəsli musiqi alətləri düzəldiblər. Ən qədim nəfəsli musiqi aləti tütək hesab olunur. Belə güman edilir ki, tütəyi çobanlar icad edib, ilk dəfə onlar dilə gətiriblər. Kənd yerlərində içi boş olan qamışın özəyini əllə dartıb çıxarar, buğum tərəfini qırandan sonra deşiyin ağzını azca əzib bəsit çalğı aləti düzəldərdilər. Onu üfürəndə nazik cır səs alınardı. Üzərində kiçik dəliklər açıb cürbəcür havalar səsləndirərdilər. Nizami Gəncəvinin qənaətindən aydın olur ki, çoban qamışlıqdan keçəndə bir qamış kəsib ondan tütək düzəldir. Ürəyinin kədərini onunla dağıdır. Güya gəzintiyə çıxan İskəndər tütəyi dilə gətirən çobanı görür. Şah onu huzuruna çağırıb tütəyin sirrini öyrənmək istəyir. Şair çobanın dili ilə tütəyi belə təsvir eləyir. Dedi, bir quyruqdan göyərib çıxmış, şəkərdən şirindir məncə bu qamış. Dəldim, yaraladım öz əlimi ilə, hələ kəsilməmiş gəlməzdi dilə. O cansız olsa da sevirəm can tək, dilsizdir, mənim üçün dildir bu tütək. İstəklər tez-tez el arasında ağzına su alıb oturmaq
deyiminin açmasına diqqət yetirək. Niyə belə deyirik? Mətləbi dilçi alim Musa Adilovdan eşitmişik. Başqa sözdən susmaq, danışmamaq, səsini çıxarmamaq mənasında işlənir. İfadə belə bir lətifə ilə bağlı əmələ gəlib. Həddindən çox deyingən bir arvad öz zəvzək xasiyyəti ucbatından əri ilə heç cür yola gedə bilmir. Əri nə desə ona cavab qaytarır. Hər sözünə bir qulp qoyur. Hər hərəkətinə bir don geyindirir. Odur ki, həmişə evdə qalmaqal düşür. Günlərin birində arvad evlərindəki vəziyyəti anasına danışır. Əri ilə öz aralarında olan narazılığa necə son qoymağı anasından soruşur. Anasının məsləhəti belə olur ki, ərin evə gələn kimi dur ağzına su al. Otur, nə badə ərin evdə olduğu müddətdə suyu qaytarasan ya da içəsən. Bundan sonra əri hər dəfə evə gələndə arvad ağzına su alıb oturur. Əri hər nə desə də ağzında su olduğuna görə cavab qaytara bilmir. Beləcə susmağı öyrənir. Aralarında mehribançılıq yaranır. İstəklilər, söz ki, çobandan, qoyundan, tütəkdən düşdü. Elə söhbətimizin axarını da dəyişməyək. Çobanı, tütəyi gözdən qoymayaq. Qoyun, quzu, mal da var, evin bərəkətidir, həyət bacanın yaraşığıdır. Təcrübəli çobanlar o başdan ta gün ortaya kimi sürüyə su verməzlər. Qoyunun duyuq düşmədiyi yerdə topa-topa döyülü duz komaları qoyarlar. Heyvan duza çatıb duzunu alar. Sonra su isinməmiş sərin sudan doyunca içərlər. Odur ki, otdan doymazlar. Yedikcə də kökələrlər. Peşəsinə ürəkdən bağlı olan çobanların qoyun quzunun, keçinin dilini bilməkdə də xeyli səriştələri var. İşinin ağası çobanlar sürüyə baxan kimi hansı heyvanın qüsuru, xəstəliyi olduğunu o saat bilirlər. Qələndər kişi deyir ki, ata-babadan qoyun keçinin rənginə, əlamətinə baxıb, onları qaşqa, qumral, dizi qara, gözü qara, ağ qarabaş, narınç deyə çağırırlar. Onlar sürünün tez nəfsə gəldiyini də həmən bilərlər. Ona görə də qoyunları mümkün qədər gözdən uzaq yerdə saxlamağı məsləhət görərlər. Gəlin görək, atalar nə deyir? Baha qoyunun dərisindən papaq qoymaqla ağıllı olmazsan. Bahalı qoyun sürüdən ayrılmaz. Bir qoyundan iki dəri soyulmaz. Qapımdan bir qoyunum, bir inəyim olandan bəri hamı mənə salam verir. Buynuzsuz qoyun buynuzlu ilə vuruşdu. Qulaqdan da oldu. Qoyun quzusunun ayağını basmaz. Qoyunu qurda tapşırıb. Qurtdan qorxan qoyun saxlamaz. Qurtdu qoyun dərisinə girib. Qurdun qarğışı qoyunu tutmaz. Nə qoyuna gedər, nə qapıda hürər.
Tanrının verdiyi bərəkətə şükür eləyək. Yurdumuzun torpağını, daşını sevək. Yaylaqlarda, oylaqlarda dədə-baba şənliyini artıraq. Uluların ruhu önündə başımızı uca tutaq. Elə eləməliyik ki, kəndin əvvəlki adı sanı, bini bərəkəti özünə qayıtsın. Bir zərrəsi belə unudulmasın. O da aydın məsələdir ki, adlar əşya ilə bağlıdır. Əgər bir əşya daha işlənmirsə, özü əlimizdən gedirsə, söz yox ki, adı da dilimizdən gedəcək. Əşya işlənən zaman adı çəkilər. İşlənməyən əşyanın adı olsa muzeydə çəkilər. Necə ki canında can var, kəndi muzeyə daşımaq olmaz. O düşüncədən uzaqlaşıb kənd özünə qayıtmalıdır. Əlbəttə, gec-tez bu işin əlacı tapılmalıdır. Bunun üçün kəndliyə yardım, dəstək olunmalıdır. İrili xırdalı qayğılar aradan qalxmalıdır. Örüş yerləri çoxalmalı, mal-qaranın, qoyun-quzunun, toyuq-cücənin səsi kəndi başına götürməlidir. Bu səs həm də bərəkətin, halallığın səsidir. Və nədir? Elə olmalıdır ki, cavanlar iş adına yurdu tərk eləməsinlər. Onların qabağını ata-ana yox, zəhmət kəssin, torpağa məhəbbət kəssin. Gedəni saxlamazlar deyib, kəndi boşaltmaq olmaz. Belə olan halda bir də başımızı qaldırıb görərik ki, doğrudan da lələ köçüb yurdu qalıb. Tanrı belə aqibəti, belə yığvalı bizə qıymasın. Amin. Amin. Eli obanı, dağları, dərələri tək qoymamaq cavan igidlərin əlində o qədər də çətin deyil. Yetər ki, həvəs yiyəsi olsunlar. Belə bir yerin günəşini, buludunu, yağışını, dağını, daşını dədə malı kimi qucaqlasınlar, sevsinlər. Torpağı öpüb gözlərinin üstünə qoysunlar. Ot basmış cığırları kəhər atın nalınla təmizləsinlər. Qolundan tutub kəndi ayağa qaldırsınlar. Ağsaqqallar, ağ bir şeylər igidlərə üz tutub onlara bərəkallah desinlər. Beləcə əziz bulaq başına yığışanlar, yığnağımızın sonuna gəlib çatdıq. Vaxt atlıdır, biz piyada. Sözümüz, söhbətimiz könlünüzə yatdımı, yatmadımı, yenə də siz bilən məsləhətdir. Amma güman eləyirik ki, az da olsa ovqatınıza ovqat qata bildik. Siz də yaddaşınızda nənədən, babadan, el deyim adında azdan çoxdan nə qalıbsa bizə yollayın. Bulaq dədənin ümid yeri olun. Ümidinizdən yarayın inşallah. İnanır ki, ən azından tütəyin yanğılı səsi sizə, elə bizim özümüzə də çox mətləb qandırdı. Üzünüzə dağ mehi əssin, qulağınıza qoyun-quzu mələrtisi gəlsin. Dağlar gözünüzün qabağında gülləndi, qayalar başınızın üstündə gülləndi. Ən azından şəhərdən gözü yol çəkən ballı qarının sinəsində söz közərdi. Ağlı qaralı dağlar, məndən aralı dağlar. Soruşsalar yurdumu, deyim haralı dağlar. Dağlar marala qaldı, otu sarala qaldı. Soyuq bulaq, göy çəmən, o da marala qaldı. Hə istəylilər, bir də 7 gün 7 gecənin tamamında görüşənədək. Verilişi araya ərsəyə gətirənlər, mətni seçib sonalayıb qələmə alan Xaliq Rəhimlidir. Musiqi ilə naxışlayıb urbatını artıransa Gülşən xanım Səmədlidir. Qulluğunuza çatdıranlarsa biz olduq. Səidə xanım Fərhad, bir də Səməd bəy Yusif Canlı. Sağ olun, Sağlıqla qalın.